Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İdə kənə əvvəlu leyləti min şəhr Ramazan. Ramazan ayının ilk gecəsi olduğu zaman şeytanlar zəncirlənir və həmçinin cinlərdən inatkar olanlar və gulliqat əbvabun nar və cəhənnəmin qapıları bağlanır. Fələm yuftəh minhə bəb və heç bir qapısı açılmır. Və futtihət əbvabul cənnə və cənnətin qapıları açılır və heç bir qapısı bağlanmır. Və yunadi munadin və bir carçı çağırır və deyər ki, ya bəğiyəl xeyri əqbil, ey xeyir istəyən kimsə yönəl, yəni xeyrə yönəl, və ya bəğiyəl şərri əqsir və ey şər istəyən kimsə şərrə son qoy. Və lilləhi utəqav minən nar və Allah Teala'nın cəhənnəmdən xilas etdiyi kimsələr vardır. Və zəlikə kullə leylə və bu da hər gecədir. Hər gecə Ramazan ayında Allah Teala cəhənnəmdən xilas etdiyi kimsələr vardır. Həmçinin buyurur ki, Rəğimə ənfu rəculun dəxələ aleyhi Ramazan thumman sələxə qablə ən yuğfərə ləhu. Yəni burnu yerlə sürünsün. O insan ki, Ramazan ayına daxil olar, yəni Ramazan ayına çatar, sağ-salamat və Ramazan ayı çıxdığı zaman bağışlanmadan Ramazan ayından çıxar. Yəni bu qədər xeyirlərlə yanaşı insan bağışlanmırsa, yəni Ramazan ayında bağışlanmaq üçün o qədər fürsət vardır. Bununla yanaşı bağışlanmırsa, yəni vay, yəni onun halına.